Fotosintezdən danışacağım bugün. Amma bundan danışmayacağım çünki bunu nənəm də bilir. Sizi çaşdıran fotosintezin fazalarıdır. Və mən fotosintez fazalarından qısa, konkret, imtahana düşən və sizi çaşdıran məqamları sistemli halda izah etmək istəyirəm. Tərkibində xlorofil pigmenti olan canlılarda fotosintez prosesi baş verir. Fotosintez işıq hesabına qeyri-üzv maddələrdən üzv maddələrin sintez olunması prosesidir. Primitiv olaraq belə deyə bilərik. Amma gəlin əsas məsələdən fotosintezin fazalarına danışaq. Fotosintezin iki fazası, yəni iki mərhələsi var. İşıq mərhələsi, qaranlıq mərhələsi. İşıq mərhələsi mütləq işıqda baş verir. Qaranlıq fazası üçün işığa ehtiyac yoxdur. O işıqda da baş verə bilər, qaranlıqda da baş verə bilər. Fotosintezin işıq mərhələsi bitkinin xloroplast adlanan orqanoidinin tilakoidlərində, tilakoid membranlarında baş verir. Qaranlıq faza isə xloroplastın daxili mühitində, yəni stromada baş verir. Fotosintezin işıq mərhələsində nələr əmələ gəlir? Tilakoidlərdə yerləşən xlorofil pigmentin üzərinə işıq düşdüyü zaman həmin xlorofil pigmentində olan elektron həyəcanlanır. Mövcud orbitalını tərk edir, daha uzaq orbitala keçir. Xlorofildən qopur. İşıq fazada İşığın iştirakı ilə suyun parçalanması baş verir. İşığın iştirakı ilə olduğu üçün biz buna fotoliz deyirik. Suyun parçalanması zamanı oksigen əmələ gəlir və hidrogen əmələ gəlir. Bu arada mən qısa konkret deyirəm. Əmələ gələn bu oksigen var ha, fotosintezin aralıq məhsuludur. Yəni fotosintez edən canlı oksigen qazını əmələ gətirmək üçün fotosintez etmir. Canlının məqsədi öz qarnını doyuzdurmaqdır. Yəni özünə lazımı üzv maddəni sintez etməkdir. Sadəcə olaraq fotosintez zamanı oksigen qazı da yaranır. Bu fotosintezin əsas məhsulu deyil, aralıq məhsuludur və həmin əmələ gələn oksigen qazının bir qismi bitkini tərk edir, atmosferə çıxır və biz canlılar, heyvanlar, digər bitkilər, oksigenlə tənəffüs edən canlılar bu qazdan istifadə edirlər. Əmələ gələn oksigenin digər bir qismi isə bitkinin öz hüceyrələrinin mitoxondrilər tərəfindən istifadə olunur. Xatırlayaq, mitoxondrilər hüceyrənin tənəffüs orqanoididir, güc stansiyasıdır və oksigen qazına ehtiyacları var. İşıq mərhələdə eyni zamanda ATF də əmələ gəlir. Və nadif plus, nadif müsbət hidrogen ilə birləşərək nadif H-a çevrilir. Deməli, nadif H-ın əmələ gəlməsi işıq fazasındadır. İstifadə olunması isə qaranlıq fazada olacaq. Keçək fotosintezin qaranlıq fazasına.